Salam və vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, əziz futbol həvəskarları. İdman Azərbaycan telekanalında Topaz Premyer Liqası həyəcanı davam edir. 34-cü turun oyunları davam edir və bugünün sonuncu qarşılaşması bir qədər sonra başlayacaq. Turun mərkəzi görüşü hal-hazırda bir qədər sonra ölkəmizin mərkəzi arenasına Topaz Premyer Liqasının liderləri çıxacaqlar. Çempionluğa əsas namizəd Qarabağ və ikinci yerdə gedən paytaxtın Inter komandası. Soyunub geyinmə otaqlarından artıq görüntülərimiz var. Rəşad Sadov ekranlarınızda görürsünüz. Qarabağ komandasının və milli komandamızın kapitanı. Gördüyünüz kimi Qarabağın futbolçuları artıq yavaş-yavaş soyunub geyinmə otaqlarını tərk ediblər. Bəli, bu çox vacib qarşılaşmadır. Çox maraqlı bir görüşün keçəcəyi gözlənilir. Çünki bu oyunda artıq çempionluğun taleyi müəyyən oluna bilər. Əgər Qarabağ komandası bugün Interi məğlub etsə, 21 illik fasilədən sonra yenidən Azərbaycan çempionu ola bilər. Bunun üçün Qarabağ komandası bugün mütləq qalib gəlməlidir. Əks halda isə, yəni Qarabağın Interə məğlubiyyəti və yaxud da oyunda seçənin baş verməsi intriqanı son turlara qədər saxlayacaq. Heyətləri ekranlarınızda görürsünüz. Bir qədər öncə Inter komandasının heyətini gördünüz. Qarabağ komandasının da heyəti ekranlara gəlir. Təbii ki, qonaq komanda bugün Inter komandasıdır və Interin heyətindən başlayacağıq. Bütün oyunlar bildiyiniz kimi 34-cü turun bütün qarşılaşmaları eyni gündə oynanılır. Artıq başa çatmış oyunlar var. Bir qədər öncə İdman Azərbaycan telekanalında Qəbələ-Bakı görüşü başa çatdı və digər davam edən oyunlar var. Və qeyd etdiyimiz kimi ən sonuncu başlayan qarşılaşma məhz Qarabağ-Inter görüşü olacaq. Inter komandası bu heyətlə Kakhaber Tsxadadze, Interin baş məşqçisi, bu start heyətini meydana buraxıb. Qapıda Səlahiyyət Ağayev var. 25 nömrəli futbolçu. Interin qapıcısı 3 Laşa Salukvadze, 8 Mikel Alvaro, 11 Asif Məmmədov, 15 Yohan Pokogiano, 20 Brus Abdullaye, 28 Baçana Tsxadadze, 33 Matya Şpiçic, 47 Abdullah Batsiyev, 70 Vaqif Cavadov və 88 Derlis Mezakolli. Inter komandasının baş məşqçisi Kakhaber Tsxadadzedir. Qarabağın heyəti. Qapını İbrahim Şeyiç qoruyur Ağdam təmsilçisində. 13 nömrəli formanı geyir. 2 Qara Qarayev, 5 Maksim Medvedev, 9 Reynaldo Silva, 14 Rəşad Sadıqov komandanın kapitanı, 20 Richard Almeida, 25 Ansi Agoli, 41 Lera George, 55 Bədəvi Hüseynov, 70 Çumbinyo və 99 Nikolas Gelaşvili. Heyətdə cəmi bir dəyişikliyi var əvvəlki oyunlarla müqayisədə. Əslində 2 dəyişiklik demək olar buna. Çünki son oyunlarda Vüqar Nadirov da əsas heyətdə meydana çıxırdı. Leroy George sonradan meydana daxil olurdu. Bu oyunda isə Leroy George da əsas heyətdədir və eləcə də Muharrem start heyətində yoxdur. Onun əvəzində isə Nikolas Gelaşvili uzun fasilədən sonra yenə start heyətində meydanda mübarizə aparacaq. Bu da oyunda daha çox hücumçu ilə Qarabağın oynayacağı anlamına gəlir. Bir sözlə Qarabağ bugün təbii ki, hücum futboluna üstünlüyü verəcək. Çünki bu oyunda qələbə çox vacibdir Qarabağa çempionluq üçün. Və Inter komandasının da əslində 3 xal üçün mübarizə aparacağını söyləmək olar. Çünki Inter qalib gələcəyi təqdirdə bu komandanın da çempionluq imkanları xeyli çoxalacaq. Topaz Premyer Liqasının sonuna 2 tur qalmış. Belə ki də komandalar artıq meydandadır. Tofiq Bəhram adına Respublika stadionunun meydanındadır. Inter komandası bugün ağ geyimdə, Qarabağ futbolçuları zənəvi qara geyimdə mübarizə aparacaqlar. Görüşün hakimlər briqadası və kapitanlar ekranlardadır. Vaqif Cavadov və Rəşad Sadıqov bir-birinə çox tanış olan iki sima. Vaxtilə birlikdə məhz Qarabağ komandasında oynayıblar bu iki futbolçu. Hal-hazırda isə Vaqif Cavadov Interdə, Rəşad Sadıqov isə yenə doğma komandasındadır. Oyunu Orxan Məmmədovun
rəhbərlik etdiyi hakimlər briqadası idarə edir. Baş hakim Orxan Məmmədovdur, ona Mehman Mahmudov və Vaqif Musayev kömək edirlər. Və 4-cü hakim Ramil Əhmədovdur. Əlavə köməkçi hakimlər Elvin Əskərov və Rauf Cabbarovdur. Və Şuşanın işğal günüdür, bildiyiniz kimi mayın 8-də və bununla bağlı stadionda bir dəqiqəlik sükut elan olunur. Beləliklə artıq oyunun başlamasına saniyələr qalır. Topaz Premyer Liqasının 34-cü turunun, bəlkə də çempionatın bu mövsümün ən vacib oyunu. Hər iki komanda üçün. Əlbəttə ki, daha çox Qarabağ üçün. Nəyə görə? Çünki Qarabağ çempionluğa daha yaxındır. Düzdür, bundan öncə xal fərqi daha çox idi ən yaxın rəqiblər arasında. Ancaq son turlardakı uğursuz nəticələrdən sonra, xal itkilərindən sonra artıq Interin də çempionluq imkanları xeyli çoxaldı və bəlkə də elə bu amillər həmin bu qarşılaşmaya marağı daha da artırıb. Azərbaycan çempionatının iki lideri qarşılaşır və oyuna Inter futbolçulara başlayacaqlar. Beləliklə qarşılaşma başladı. Səlahiyyət Ağayev topu irəliyə doğru vurur. Ancaq orada Interin futbolçulara topa toxuna bilmirlər. Şehiç. Maksim Medvedevlə oynayır. Təbii ki, Qarabağ komandası öz meydanında rəqibi qəbul etdiyi üçün daha çox azarkeş kütləsi bugün Ağdam komandasına aiddir. Ancaq təbii ki, Inter komandasının da azarkeşləri tribunalardadır və onlar da öz komandalarına dəstək üçün bugün Tofiq Bəhramovanın Respublika stadionuna gəliblər. Top Qarabağ komandasındadır. Medvedev Bədavi Hüseynovla oynayır. Bəli, əslində Qarabağın heyətində dəyişikliklər barədə məlumat verdim. Əsas dəyişikliklərdən biri də Admir Telinin bugün ehtiyatlı olması ilə bağlıdır. Bu mövsümün tapıntılarından biri də Bədavi Hüseynovdur. Qarabağda artıq uğurlu çıxışı ilə əsas heyətdə yerini möhkəmləndirib və bugün Rəşad Sadıqovla birlikdə mərkəz müdafiəçisi kimi məhz Bədavi Hüseynov oynayır. Interin hücumu Almeyda. Qaraqarayev yenidən Almeyda ilə oynadı. Almeydanın ötürməsi alınmır Çumbinyo istiqamətinə və Inter komandasının əks hücumu ola bilərdi. Vaqif Cavadov istiqamətinə top ötürülür. Maksim Medvedev Vaqifin irəliləməsinə imkan vermədi. Qarabağ komandasının da milli komandamızın əsas oyuncularından biridir Maksim Medvedev. Leroy George qayda pozulub. Qarabağ cərimə zərbəsini yerinə yetirəcək. Bəli, 34-cü turun bütün qarşılaşmaları məhz bugün oynanılır. Qəbələ Bakını 3-1 hesabı ilə məğlub etdi və demək olar ki, 4-cü yeri özü üçün artıq təmin etdi Qəbələ. Hətta bugün Neftçi komandasının azal nəticəsindən asılı olaraq Qəbələ komandası 3-cü yerə də çıxa bilər. Təbii ki, bu ilk növbədə azal Neftçi oyununun nəticəsindən asılı olacaq. Bu oyunda ikinci hissə başlayıb və hələ ki hesab açılmayıb azal Neftçi qarşılaşmasında. Qəbələ artıq 57 hal yığdı. 4-cü yerdə yerini möhkəmləndirdi. Cərimə meydançasına doğru ötürmə. Leroy George'un ötürməsindən sonra Səlahiyyət Ağayev topu ələ keçirir. Qəbələnin 57 halı var və müvəqqəti də olsa 3-cü pilləyə yüksəlir. Yenə də qeyd edim ki, Neftçi azal oyunun nəticəsindən asılı olaraq Qəbələnin bu mövqedə yerini saxlayıb saxlamayacağı dəqiqləşəcək. Bakı 51 xala malikdir və digər oyunların nəticələri saat 18-də başlayan Rəvan Simurq oyununda Rəvan komandası 1-0 hesabı ilə öndədir. Xəzərlənkəran-Sumqayıt qarşılaşması da saat 18-də başlayıb və bu oyunda Xəzərlənkəran komandası 3-1 hesabı ilə irəlidədir. Qarabağ komandasının təhlükəli hücumu alına bilər. Reynaldo irəliləyir topla. Müdafiəçilər ona mane oldu, ancaq Qarabağın hücumu davam edir. Leroy George. Yenidən George topladı.
Maksim Medvedev. Salokvadze. Laşa Salokvadze təcrübəli futbolçu. Topu meydandan çıxartdı. Bir ara zədələnmişdi. Bir neçə oyunda komandasına kömək edə bilmədi. Ancaq artıq zədəsini sağaldıb və bu oyunda da start heyətindədir Gürcüstanlı futbolçu. Maksim Medvedev topu yan xəttdən oyuna daxil etdi. Təbii ki, artıq yavaş-yavaş üstünlük tam olaraq meydan sahiblərinin tərəfinə keçir. Bunu gözləmək olardı. Bundan öncəki turda Qarabağ-Bakı ilə səfər oyununda 90 dəqiqə ərzində hücum etdi, ancaq Bakının qapısına yol tapa bilmədi Ağdam futbolçuları. George istiqamətinə ötürmə verilmişdi. Müdafiəçilər səhvə yol vermirlər. Inter komandasında. Bədavi Hüseynov, Qaraqarayev rəqibini keçdi. Almeida. Agoli. Almeida. Almeida. Yaxşı hücum ola bilər. Sol cinahlı irəliləyir Almeida. Qapı qarşısına ötürmə olacaqmı? Almeida ötürməsini verir və top meydandan çıxarılır. Qarşılaşmada ilk künc zərbəsini Qarabağ komandası yerinə yetirəcək. 5-ci dəqiqə gedir görüşdə. Yəni, bu epizodda Laşa Salokvadze yenə topu meydandan çıxartdı. Dərhal Qarabağ futbolçuları küncdən zərbəni yerinə ötürməsi və top meydandan çıxır. Hakim out işarəsini göstərir. Topu oyuna Inter komandası daxil edəcək. Qapıdan zərbə ilə. Çumbinho ekranlarınıza gəldi. Qarabağın aparıcı oyuncularından biri. Tam adı Marinaldo da Silva'dır. Sadəcə olaraq Çumbinho. Səlahiyyət Ağayev top oyuna daxil etdi. Rəşad Sadıqov. Bədəvidən Maksim istiqamətinə ötürmə. Maksim cinahla irəliləyir. Topu irəliyə doğru vurdu. Gelaşvili istiqamətinə, ancaq bərk bir ötürmə idi. Səlahiyyət Ağayev üzərinə gəldi top. Top itirdi Inter futbolçuları. Almeida. Agolli həmin cinahda yaxşı oynamışdı. Rəqibin hücumunun qarşısını aldı. Medvedev. George. Yenidən geriyə ötürdü topu Medvedev istiqamətinə. Qaraqarayev. Almeida'ya top gəlmədi. Alvaro topu meydandan çıxarır. Qarabağ da tələsmir. Yəni bundan öncəki tur
Topaz Premier Liqasının bombardiridir Reynaldo. 19 topla. Və bugün əslində bombardirlər hər iki komanda niyyətindədir. Reynaldo Qarabağda 19 top vurub və ona ən yaxın olan Vaqif Cavadov 13 top. Qarabağın hücumu. Çumbinyo'nun ötürməsi. Hesab açıla bilər. Qapıya doğru zərbə və top meydandan çıxır. Alt çarəsi verir hakim. İlk təhlükəli vəziyyət 10-cu dəqiqə Reynaldo hesab aça bilərdi. Ötürmə vermədi. Özü topu qapıdan keçirmək istədi. 20-ci qolunu vurmaq istəyirdi Topaz Premier Liqasında və çox gözəl bir hücum oyunda ilk təhlükəli vəziyyət. Fikir verin, Interin müdafiəçiləri hamısı bir yerdədir və bu hücumun qarşısını ala bilmirlər. Reynaldo bir nəfəri keçir və topu qapıya göndərmək istəyir. Top əvvəlcə Səlahiyyət Ağayevə dəydi və daha sonra Reynaldonun özünə dəyərək meydandan çıxdı. 10-cu dəqiqə və Qarabağ hesabı açmaq üçün əla imkanı əldən verir. Çox yaxşı hücum qurulmuşdu Ağdam futbolçuları tərəfindən. George'dan gözəl hərəkətlər. Əla ötürmə. Gelaşvili topladı. Yenidən George. Qarabağ hücumu davam edir. Ötürmə verilir. Gelaşvili. Qapı qarşıda ötürmə və topa zərbə vurmaq mümkün olmadı. Almeida top qapının yanından keçir. Daha bir təhlükəli hücum meydan sahiblərindən Richard Almeida. Bu epizodun diqqət mərkəzində idi. Gelaşvilinin ötürməsi heç də pis alınmadı. İlk epizodda zənnimcə Çumbinyo'nun başla zərbə vurmaq istəyi alınmır və daha sonra Almeida'nın da zərbəsi qeyri-dəqiq oldu. Inter oyuna başlayır. Səlahiyyət Ağayevin Abdullayev ötürməsindən sonra və yenə Qarabağ futbolçuları da meydanın mərkəzində topu ələ keçirirlər. Tam üstünlük Qarabağdadır bu dəqiqələrdə. Rəşad Sadıqov. Reynaldo'nun ötürməsi alınmadı, dəqiq deyildi. Salukvadze. Abdullayev. Şpiçiç. Mezakoli. Abatsiyev topu itirdi. Daha bir təhlükəli hücum ola bilər. Çumbinyo. Zərbəsi top Interin futbolçusuna dəyir. Ancaq Ağdam futbolçuları yenidən top ələ keçirirlər. Bu arada isə Interin futbolçusu zədələndi. Hakim görüşü saxlayır. Epizodun təkrarını izləyirik. Fərdi mübarizə zamanı. Hakim qayda pozuntusunu verdi. Abdullah Abatsiyev ilə zədələnən futbolçu. Skadadze. Səlahiyyət Ağayev top oyuna daxil etdi. Qapıya doğru zərbə və gol! Qarabağ hesabı açır. Reynaldo mükəmməl zərbə və 1-0. Reynaldo hesabı açdı. Qarşılaşmada Qarabağ 1-0 hesabı ilə öndədir. Gözlənilməz bir zərbə. Səlahiyyət Ağayev də gözləmirdi bunu. 13-cü dəqiqə və Qarabağ hesabı açır. 1-0. Mükəmməl bir gol vurdu Reynaldo. 20-ci goldu Topaz Premier Liqasında. Səlahiyyət Ağayev oyuna başlayır. Və Inter futbolçuları burada topu itirirlər. Dərhal topu ələ keçirən kimi qapıya doğru zərbə vurur Qarabağın oyuncusu və top qapıdan keçir. Oyuna yaxşı başladı Qarabağ.
Qarabağın lideri bu oyunda da öz sözünü deyir. Və oyun yaxşı başladı Ağdam futbolçuları üçün. Ümumiyyətlə bunu gözləmək olardı. Artıq qola qədər meydan sahibləri 2 real qol epizodu yaratmışdılar. Bunların birində elə Reynaldo özü hesabı açmağa çox yaxın idi. Ancaq həmin epizodda Səlahiyyət Ağayev komandasını xilas etmişdi. Bu epizodda isə Inter futbolçularının buraxdığı səhv onlara baha başa gəldi. 13-cü dəqiqə Reynaldo'nun qolu ilə oyunda hesab açılır. Bədəvi Hüseynov. Çumbinyo. Qaraqarayev. Şehiç. Medvedev. Kelaşvili. Topu saxladı. Qarabağ hücumdadır. Reynaldo ilerləmək istəyirdi. Rəqibini keçmək istədi. Ancaq Inter'in futbolçusu topu meydandan çıxarır. Hakim bildirir ki bir qədər daha arxadan top oyuna daxil edilməlidir. Məmmədov əla ötürmə cərimə meydançasına doğru. Bədəvi Hüseynov özünü yetirdi həmin nöqtəyə. Rəşad Sadıxov. Bəli, erkən qol təbii ki Inter'in planında yox idi. Ani bir səhv və təbii ki Reynaldo'nun ustalığı hər şeyi həll etdi. Tam usta futbolçular məhz belə vacib oyunlarda öz komandaları üçün hər şeyi həll etməlidirlər. Necə ki Reynaldo bir qədər öncə çox yaxşı oynadı. Əla bir qol vurdu. Qapçının irəlidə olduğunu gördü və usta bir zərbə ilə topu qapıdan keçirtdi. Vaqif Cavadov. Təbii ki bundan sonra artıq Inter fəallaşmalıdır. Çumbinyo rəqibin formasından dartırdı. Hakim qayda pozuntusunu müəyyən etdi və dərhal cərimə zərbəsini yerinə yetirdi Inter futbolçuları. Top meydandan çıxır. Sol cinahdan hücum təşkil etmək istəyirdi Inter. Ancaq Mikel Alvaro'nun ötürməsi bir qədər bərk alındı. Asif Məmmədov topa çıxmağa çalışırdı. Inter komandasının 11 nömrəli futbolçusu. Bakonyano. Açana çıxardadı. Sinəsilə topu qəbul etdi. Vaqif Cavadov meydanın mərkəzində hücum qurmağa çalışır Inter. Alvaro cinaha doğru meyilləndi Mikel Alvaro. Qapı qarşısına ötürməsi alınmır və küncdən zərbə. Inter ilk künc zərbəsini yerinə yetirəcək. Bu arada Qarabağın zədələnən oyuncusu var. Reynaldo nədənsə birdən-birə yerə yıxıldı. Təbii ki bu futbolçunun zədələnməsi Qarabağ üçün böyük itki ola bilər. Ancaq həkimlərin mən indi işarəsindən anladım ki qorxulu bir şey yoxdur və Reynaldo meydanda mübarizəni davam etdirəcək. Sadəcə olaraq indi təbii ki meydandan kənara çıxmalıdır və ona artıq orada tibbi yardım göstərilməlidir. Inter komandası isə küncdən zərbəni vuracaq. Bu qonaq komandanın oyunda ilk künc zərbəsidir. Oyunda hələ ki yəni qolun müəllifi ekranlarda idi Reynaldo. Qapı qarşısına ötürmə və az qala Inter futbolçuları hesabı bərabərləşdirəcəkdilər. Daha bir zərbə, top tirə dəyir.
Növbəti zərbəni isə imkan vermir Qarabağ futbolçuları vurmağa və bu epizodda Inter komandası hesabı bərabərləşdirəcəkdi. İlk epizod zərbə olmadı və daha sonra ikinci zərbə zamanı top tirə dəydi. Vaqif Cavadov. Bu epizodun əsas qəhrəmanlarından biri idi. İlk zərbə zamanı Şeyic hətta komandasını gördüyünüz kimi xilas edir. Və daha sonra Abdullah idi, səhv etmirəmsə. İkinci zərbə zamanı topu tirə vurdu. Bruce Abdullaye. Bəli, Inter artıq ilk həmləsini etdi hesabı bərabərləşdirmək üçün. Elə bu amilin özü onu göstərir ki, bugünkü oyunda Inter komandası təbii ki, vaxtından əvvəl təslim olmayacaq. Bu komandanın əsas silahlarından biri də əks hücumdur və standart vəziyyətlər. Və elə gün zərbəsi zamanı da biz bundan öncəki epizodda Interin standart vəziyyətlərdə necə yaxşı istifadə etdiyinin şahidi olduq. Gelaşvili. Ötürülməsi dəqiq deyil. Təbii ki, komanda yoldaşlarının irəliləməsi üçün bunu etmişdi Gelaşvili. Almeida. Maksim Medvedev boşdur, onunla oynamaq olar. Top Maksim Medvedev ötürülür. Sağ cinah istiqamətinə Qaraqarayev. Almeida. Agolli. Başlı topu ötürdü. Leroy George istiqamətinə vermişdi. George dəqiqələrdə cinahını dəyişib, artıq sol cinahda oynuyor. Maksim Medvedev topu meydandan çıxartdı. Babatsiyev. Şpiçiç. Yeniden Abatsiyev Salokvadze ile oynuyor. Bakonyano. Inter xeyli fəallaşıb bu dəqiqələrdə. Və Qarabağ komandası top oyuna daxil etməlidir. Hakim topa son olaraq Interli futbolçunun toxunduğunu bildirdi. Agoli. 22-ci dəqiqə gedir. Qarabağ Inter görüşündə hesab 1-0. Meydan sahiblərinin xeyrinədir. 13-cü dəqiqədə Qarabağın növbəti ötürmə. Leroy George. George qapıya doğru zərbə və Səlahiyyət Ağayev. Ağayev gözəl oynayır və komandasını xilas edir. Leroy George hər şeyi çox gözəl etdi. Pedro mükəmməl zərbəsi və Ağayev komandasını xilas edir. İki gözəl hərəkət izlədik. Həm zərbə yaxşı idi, həm də qapıcının oyunu. Qarabağın növbəti gün zərbəsi. Top ötürülür. Səlahiyyət Ağayev topu tutur. Heç bir çətinlik çəkmədi bu epizodda. Və Inter əks hücum təşkil etmək istəyir. Almeida yaxşı oynadı bu epizodda. Rəşad Sadıqov topu artıq irəliyə doğru ötürmüşdü. Almeida. Qaraqarayev az qala o topu itirəcəkdi. Kapitan Sadıqov. Qayda pozulub. Almeida. Hədəf Hüseynov. Yenidən Almeida. Hüseynova qaytarır topu. Kilvesiz artıq hesab açılandan sonra Qarabağ yenə də daha sakit oynamağa başlayıb. Onsuz da oyunda başlayarkən də bir qədər əvvəlki turlarla müqayisədə daha az həyəcan hissi olunurdu. Və ümumiyyətlə, təbii ki, dünən Qarabağın
futbolçular üçün sürpriz bir ziyarət baş tutub. Qarabağ komandasının vitse-prezidenti Tahir Gözəl gözlənilmədən, yəni bu əvvəlcədən nəzərdə tutulmuş bir görüş deyildi. Komandanın düşərgəsinə gəlib və futbolçulara təbii ki, mənəvi dəstək olmaq üçün bu ziyarət baş tutub. Və Qarabağ vitse-prezidenti komandanın oyuncularına əlavə ruh yüksəkliyi vermək üçün baş məşqçi Qurban Qurbanov, eləcə də kapitan Rəşad Sadıqovla görüşüb və rəhbərliyin komandanın yanında olduğunu bildirib. Təbii ki, istər-istəməz komandanın son illərdəki uğurlarında rəhbərliyin də payı böyükdür. Klubun prezidenti Abdülbari Gözəl, vitse-prezident Tahir Gözəl və digər rəsmi şəxslər istər-istəməz komandanın formalaşması, uğur qazanması üçün əllərindən gələni ediblər və təbii ki, komanda bu səviyyəyə elə-belə gəlib çatmayıb. Yəni artıq neçə illərdir ki, Qarabağ çempionluq uğrunda mübarizə aparır və hər mövsüm müəyyən problemlər olurdu. Gah komandanın bir sıra oyunlarda, xüsusilə outsiderlərlə oyunlarda xal itkiləri və yaxud da sona qədər tam mübarizə aparmaması, bir qədər çempionluqdan erkən qopması buna mane olurdu. Ancaq təbii ki, görülən işlər klub rəhbərliyinin düzgün yolda olması istər-istəməz nə vaxtsa çempionluğu gətirməli idi və artıq bu çempionluq bu mövsüm baş verə bilər. Qarabağ buna çox yaxındır, düzdür, hələ ki oyunun əvvəlləridir. Ancaq istər-istəməz bu görüşün favoriti əvvəlcədən də Qarabağ sayılırdı. Ancaq təbii ki, hər şey meydanda əldə olunacaq. Bunun üçün 90 dəqiqə ərzində durmadan, dayanmadan mübarizə aparmaq lazımdır. İstər-istəməz Inter komandası da artıq bir qədər öncə oyunda iddialı olduğunu göstərdi. Az qala hesab bərabərləşəcəkdi və görürsünüz ki, artıq qol vurulduqdan sonra Inter xeyli fəallaşıb. Əgər oyunun əvvəllərindən Qarabağ topa daha çox nəzarət edirdisə, indi Inter demək olar ki, bu amildə oyunda bərabərliyi təmin edib. Yəni topa sahib olmada. Abdullayev Gelaşvili qaydanı pozub. Orxan Məmmədov görüşün baş hakimi qayda pozuntusunu qeydə alır və Inter komandası cərimə zərbəsini yerinə yetirəcək. Təbii ki, bu komandanın silahlarından biri standart vəziyyətlərdir. Və belə vəziyyətlər istər-istəməz zamanı qol vəziyyətləri yarana bilər. Vaqif Cavadov yerinə yetirir. Müdafiəçilər topu uzalaşdırmağa çalışırlar və qapıya doğru zərbə alınmır. Interin futbolçusunun zərbəsi istədiyi kimi alınmadı. Paralel olaraq keçirilən görüşlərdən nəticələr barədə sizə məlumat verim. Revan Siburq görüşündə Revan komandasının 1-0 hesablı üstünlüyü davam edir. Azal Neftçi qarşılaşmasında hesab açılmayıb. Orada ikinci hissə gedir. Son 15 dəqiqə. Revan Siburq qarşılaşmasında olduğu kimi və qarşılaşmada ilk sarı vərəqə. Inter komandasının 88 nömrəli oyuncusu Derlis Mezakolliyə göstərilir. Bəli, çox sərt bir hərəkət, tam doğru qərardı hakimdən. Topa yox, məhz rəqibin sifətinə doğru zərbə vurdu Mezakolli və buna görə də cəzalandı. Təbii ki, Çumbinyo zədələnib, indi ona tibbi yardım göstərilir. Bəli, Revan Siburq 1-0, Azal Neftçi 0-0, Xəzər Lənkəran Sumqayıt 4-1 Xəzər Lənkəran komandası öndədir. Təbii ki, bu qələbənin artıq Xəzər Lənkəran üçün heç bir əhəmiyyəti yoxdur. Komanda artıq çempionluq ümidlərində neçə turlar öncə itirmişdi. Artıq Azərbaycan Kubokunda da bildiyiniz kimi mübarizəni davam etdirmir. Sadəcə olaraq şəxsi nüfuz baxımından və turnir cədvəlində bəlkə də bir qədər irəliləməyə baxımından bu qələbənin müəyyən qədər xeyri dəyə bilər. Xəzər Lənkəran hal-hazırda 42 xalla 7-ci pillədədir. Günün iki qarşılaşmasında isə Qəbələ Bakını 3-1 hesabı ilə məğlub etdi. Və Qəbələ düzdür bir ara çox uğursuzluqlar gəldi bu komandanın başına. Ancaq komanda özündə güc tapdı və hal-hazırda
İndi 3-cü pilləyə də yüksəlmək imkanı var Qəbələnin. Təbii ki, bu Azal Neftçi oyununun nəticəsindən asılı olacaq. Qapıya doğru birbaşa zərbə və Səlahət Ağayev çətinliklə o qədər də qüvvətli olmayan zərbədən sonra topu qaytardı. İzləyirik təkrarı. Qarabağın növbəti 2-cü zərbəsi. Leroy George. Leroy George yerinə yetirir. George'un ötürməsi qapı qarşısına. Zərbə və Səlahət Ağayev. Ansi Agolli. Təbii ki, qüvvətli bir zərbə olmadı. Ollinin topa toxunuşundan sonra və Səlahət Ağayev topu tutur qapı qarşısında. Salukvadze ilə oynayır. Səlahət Ağayev. Abatsiyev. Rəşad Sadıqov çox etibarlı oynayır həmişə olduğu kimi. Soyuqqanlı hərəkətlər izləyirik Qarabağın kapitanından Alvaro. Sid Məmmədov. Sadadze irəliləyə bilmiş. Və qayda pozuldu. Inter'in futbolçusu Baçana Çıxadadze qaydanı pozmuşdu. Burada Qarabağın hətta 2 oyuncusu yerə yıxıldı. Düzdür, orada əslində Almeida ilə Reynaldo bir-birinə maneçlik törətdilər. Ancaq daha sonra Çıxadadze Almeida'ya qarşı qaydanı pozmuşdu. Maksim Medvedev. Bədəvi Hüseynov. Almeida. Bədəvi. Kelaşvili. Abdullah keçmək istədi, ancaq oyundan kənar vəziyyət var. Bundan öncə hakim bayrağını havaya qaldırmışdı. Kelaşvili oyundan kənar vəziyyətdə idi. Dərhal Inter oyuna başlayır. Mezakolli. Abdullah. Cinahla oynayır. Burada Şpiçic var. Və George qaydanı pozur Şpiçicə qarşı. Kakabir Çıxadadze. Ekranlarınızda da Inter komandasının Gürcüstanlı baş məşqçisi. Çempionata çox zəif başlamışdı Inter və bir ara hətta bu baş məşqçinin istefası da gündəmə gəlmişdi. Özü istefa vermişdi, ancaq rəhbərlik istefanı qəbul etmədi. Sonradan Inter komandasının artıq Topaz Premier Liqasında nəticələri düzəldi. Komanda özünə gəldi. Və indi Qarabağın qapısına təhlükəli bir nöqtədən cərimə zərbəsi təyin olunur. Bəli, təhlükəli ola bilər. Inter komandası, yenə də qeyd edirəm, standart vəziyyətlərdən yaxşı istifadə edir. Bəli, bu epizodda Reynaldo heç bir lüzum olmadan qaydanı pozdu. Vaqif Cavadovun topu ələ keçirməsinə mane olmaq istəyirdi və bunu qayda pozuntusu ilə etdi Almeida və hal-hazırda Inter komandası cərimə zərbəsi vuracaq. Vaqif Cavadov və Mezakolli. Yəqin ki, bu oyunculardan biri yerinə yetirəcək. Ən çox da yəqin ki, Vaqif Cavadovun indi zərbə vuracağını gözləmək olar. Hakim canlı səddi lazım olan məsafəyə qədər çəkdi. İşarə verilir. Vaqif Cavadov və top qapının üstündən keçir. Yaxşı bir imkan idi, ancaq Vaqif Cavadov topu qapının üstündən vurdu. George. Lera George. George. 3 nəfəri keçdi Lera George. Qapıya doğru Lera George zərbə vurur. Səlahət Ağayev. Əlbəttə bu hərəkətlərdən sonra artıq Leroy George'un mütləq daha yaxşı zərbə vurması gözlənilirdi. Çünki doğrudan da fərdi ustalıq baxımından
yaxşı təsir bağışladı həmin epizodda. Interin 3 futbolçusunu keçdi. Ancaq zərbəsi istədiyi kimi alınmadı. Rəşad Sadıqovdan yenə soyuqqanlı hərəkətlər. Təbii ki, yəqin ki, hörmətli tamaşaçılar, siz də fikir vermişsiniz. Rəşad Sadıqov heyətdə olmayanda Qarabağ çox çətinlik çəkir. Bu futbolçunun təbii ki, belə etibarlı, belə soyuqqanlı, belə təcrübəli oyunçunun arxa xəttdə olması Qarabağın digər oyunçularını da bir qədər daha arxain edir. Müdafiə ilə bağlı artıq onların belə bir narahatçılığı olmur. Misal üçün, elə ötən turda Bakı ilə oyunu xatırlayaq. Rəşad Sadıq həmin oyunda yox idi və Qarabağ sanki bir qədər çox narahat təsir bağışlayırdı. Ancaq bu oyunda təbii ki, bu oyunun əhəmiyyəti də çox böyükdür Qarabağ komandası üçün. Və istər-istəməz Rəşad Sadıqov bu qarşılaşmada start heyətində olmalı idi. Təbii ki, futbolçu da müəyyən qədər zədələrdən əziyyət çəkir. Və uzun müddət, hətta bir neçə oyunda zədəli olduğuna görə komandasına kömək edə bilmədi. Sonradan həkimlərin səyi ilə, yəni iynələrin gücü ilə hətta bir sıra oyunlara çıxırdı, komandasını tək qoymurdu. Əsas oyunlarda start heyətində oynayırdı. Və təbii ki, bütün bunlarla mən Rəşad Sadıqovun Qarabağ üçün, necə də futbolçuları, milli komandamız üçün nə qədər əhəmiyyətli bir futbolçu olduğunu qeyd etmək istəyirəm. İstər-istəməz bunu artıq vurğulamağa da çox ehtiyac yoxdur. Rəşad Sadıqov elə Rəşad Sadıqovdur. Maksim Medvedev topu qarşıladı. Baçana Çıxadadze irəliləyə bilmir. Müvazinətini itirdi və yıxıldı. İndi Qarabağın əks hücumu ola bilər. Çumbinho topu özündə çox yaxşı saxlayır. Almeida. Reynaldo. Ötürməsi alınmadı son anda Reynaldonun. Və Inter əks hücum qurur. Vaqif Cavadov. Qarabağın müdafiəçiləri yerinə qayıtdı artıq. Çıxadadze. Avatsiyev. Şpiçiç. Cavadov ötürmə verməyə oyuncu axtarırdı. Ona ən yaxın Avatsiyev idi. Avatsiyev ilə oynadı. Salukvadze. Bakoniano. Və Qarabağ topu qazanır. Gelaşvili irəliləmək istəyirdi. Ancaq müdafiəçilər ona mane oldu. Abdullaye. Mezakoli ilə oynadı. Salukvadze. Avatsiyev. Mezakoli. Çıxadadze. Topu qəbul edə bilmədi. George. Leroy George. Leroy George və qaydanı pozdu. Inter'in futbolçusu qaydanı pozur. Şpiçiçdir bu. Matias Şpiçiç. Inter'in ən səviyyəli oyuncularındandır. Ümumiyyətlə Azərbaycan çempionatında hal-hazırda ən stabil və normal oyun göstərən legioner futbolçulardan saymaq olar Şpiçiçi. Bir sözlə komandasının əvəz edilməz oyuncularından birinə çevrilib artıq Şpiçiç. Çumbinho'nun ötürməsi. Bakoniano topu qarşıladı. Avatsiyev. Cavadov. Çıxadadze. Yenidən Avatsiyev. Asif Məmmədov topladı. Çıxadadze irəliləyə bilmədi. Top yenidən Inter'də qalır. Ancaq orada Gelaşvili yaxşı oynadı və indi əks hücum təşkil etmək olar. İrəlidə Qarabağın 2 oyuncusu var. Gelaşvili cinahla irəliləyir. Reynaldo istiqamətini ötürmə Səlahiyyət Ağayev.
Yalnız Reynaldo var idi cərimə meydançasında. Təbii ki, belə vəziyyətdə Serbiyalı futbolçu arasında bir mübarizə oldu. Kim həmin epizodda oyunu davam etdirirdi. Epizodda çox uzaq değildi. Orxan Məmmədov yeniden Inter hücumdadır. Vaqif Cavadov. Və küncdən zərbə olacaq. Tam qaydalar çərçivəsində. Topu meydandan çıxartdı. Gəlin bir də izləyək. Leroy George. Bir qədər tam aydın görünmür. İkinci orada George olarak topa toxunmuşdu. Herhalde gün zərbəsi qazanır Inter bu epizoda görə və 42-ci dəqiqə gedir. Inter'in növbəti standart vəziyyəti yerinə yetirir. Şehiç, Almeida, Reynaldo. Reynaldo irəliləyir. Komanda yoldaşları irəli getməlidir. Reynaldo təkdir. Reynaldo. Qarşısında iki futbolçu var. Reynaldo qapıya doğru zərbə Səlahiyyət Ağayev. Tək başına Inter'in az qala bütün müdafiə xəttini çaş-baş salmışdı. Abdullahi Ağayev. Almeida topu kazanır. Meydanın mərkəzində Almeida. Agoli. Qaraqarayev. Əla ötürmək. Yelaşvili istiqamətində Səlahiyyət Ağayev. Daha tez çatdı topa. Salukvadze. Abatsiyev'le oynuyor. Artıq paralel keçirilən oyunlar başa çatmaq üzrədir. Bir daha hesablara nəzər yetirək. Revan Simurg 1-0 Revan öndədir. Azal Neftçi oyununda hesab açılmayıb. 0-0'dır. Xəzər Lənkəran Sumqayıtı 4-1 hesabı ilə məğlub edir. Okonyano. Nezakoli. Rəşad Sadıqovdan yenə soyuqqanlı hərəkətlər.
Birinci hissə sona yaxınlaşır. Yəqin ki, əlavə etsə hakim 1 dəqiqədən artıq əlavə etməyəcək. Çünki fasilə o qədər də çox olmayıb. Inter komandası top oyuna daxil edir. 13-cü dəqiqə Reynaldonun qolu ilə Qarabağ 1-0 hesabı ilə öndədir Interlə görüşdə. Inter hücumdadır. Şpiçic. Fikir verdinizsə, Qarabağ hesabı açdıqdan sonra Inter topa nəzarətdə demək olar ki, oyunu bərabərləşdirib. Hətta komandanın bir epizodda qol vurmaq üçün real imkanı oldu, ancaq top dilə dəydi. Asif Məmmədov. Lero George, Çumbinho topu əla saxladı və irəliyə doğru oynuyor. Burada topa daha tez, Reynaldo'dan daha tez Abdullah'a çatdı. Bir dəqiqə əlavə olunur. Birinci hissənin əsas vaxtına. Artıq həmin vaxta başladı. Şpiçic. Abdullah'a. İndi fikir verirsinizsə topa daha çox nəzarət edən Inter'dir. Qarabağ isə əksinə artıq Inter topu itirəndən sonra əks hücumlar təşkil etmək istəyir. Bakoniano. Mikel Alvaro. Qapı qarşısına ötürmə. Cavadovun zərbəsi alınmır. Çumbinho. Çumbinho. Əla. Keçdi iki rəqibinin arasından. Çumbinho. Cinahla oynuyor. Gelaşvili. Gelaşvili. Və topu itirir. Fikir verirsə, fərdi mübarizələrdə Gelaşvili hələ ki çox zəif təsir bağışlayır. Bu artıq onu göstərir ki, top bu futbolçu ötürüləndə artıq iki oyuncu ona qarşı mübarizə aparanda o artıq ötürmə verməlidir. Beləliklə ilk yarı bitdi. Qarabağ-Inter qarşılaşmasında Reynaldonun 13-cü dəqiqədə vurduğu qol hələ ki yeganədir və Qarabağ fasiləyə üstün yollanır Interlə qarşılaşmada. Qısa fasilədən sonra ikinci hissədə yenidən birlikdə olacağıq, hörmətli tamaşaçılar.
sont plus faciles à jouer ici que chez nous. Hörmətli tamaşaçılar, ikinci hissə başlamaq üzrədir. Tofiq Bəhramvanlı Respublika stadionunda Qarabağ Inter qarşılaşması 34-cü turun mərkəzi görüşü və hal-hazırda siz oyunda hələ ki vurulan yeganə qolu görürsünüz. Inter komandasının futbolçuları top itirirlər və Reynaldo'dan mükəmməl bir qol. Səlahiyyət Ağayevin irəlidə olmasını gördü və topu qapıya elə ustalıqla göndərdi ki, Ağayev bu epizodu yalnız seyr etməklə kifayətləndi. Və Qarabağ komandası ikinci hissəyə dəyişikliklə başlayır. Hazırda 1-0 hesabı ilə hesabda üstün olan Ağdam futbolçuları ikinci hissədə artıq Nikolas Gelaşvili ilə oynayır. Nikolas Gelaşvili ilə deyil, Muharrem ilə oyuna davam edəcəklər. Əslində Muharrem əsas heyət üzvüdür, ancaq bu oyunda start heyətində Nikolas Gelaşvili meydana buraxmışdı. Gelaşvili ümidləri o qədər də doğrultmadı. Artıq ikinci hissədə əvəzlənir Muharremlə. Bəli, birinci hissədə yeganə qol məhz 13-cü dəqiqədə vuruldu. Interin də qoldan sonra xeyli fəallaşdığını qeyd edə bilərik və bir epizodda xüsusilə paytaxt futbolçuları hesabı bərabərləşdirməyə çox yaxın oldular. Ancaq Bruce Abdullayenin zərbəsindən sonra top tirədəydi. Beləliklə görüşün baş hakimi Orxan Məmmədov ikinci hissənin start fitini verir. Qarabağ Inter qarşılaşmasında ikinci hissə başladı. Çumbinyo qapıya dolu zərbə və Səlahiyyət Ağayev. İkinci hissənin əvvəllərində hesab arta bilərdi. Çumbinyodan gözəl hərəkətlər və Ağayev yenə komandasını xilas edir. Qarşısındakı müdafiəçini çox gözəl keçdi, fikir verin. Çumbinyo bir hərəkəti ilə iki futbolçunu aldatdı və topu qapıya doğru göndərdi. Səlahiyyət Ağayev qola imkan vermir. Qarabağ gücdən zərbəni yerinə yetirəcək. Bu standart vəziyyət yerinə yetirilsin və daha sonra heyətlərlə sizi tanış edəcəyəm. Top ötürülür qapı qarşısına və müdafiəçilər yenidən topu meydandan çıxarırlar. Yenə gün zərbəsi vuracaq Qarabağ. Bu dəfə dərhal yerinə yetirirlər. Daha bir ötürmə. Salukvadze topu qarşıladı. Agoli. Qaragarayev. Beləliklə heyətlərə nəzər salaq. Reportajımıza ikinci hissədə qoşulan şübhəsiz ki, tamaşaçılarımız var. Heyətlər belədir. Qonaqlardan başlayırıq. Inter qapıda Səlahiyyət Ağayev, 25 nömrə oyuncusu, 3 Laşa Salukvadze, 8 Mikel Alvaro, 11 Asif Məmmədov, 15 Yohan Bokoniano, 20 Bruce Abdullayev, 28 Baçana Çıxadadze, 33 Matiya Şpiçiç, 47 Abdullah Batsiyev, 70 Vaqif Cavadov və 88 Derlis Mezakolli. Baş məşqçi Kaxaber Çıxadadze. Qarabağ. Qapıda İbrahim Şehiç oynayır. 13 nömrəli futbolçu. 2 Qaragarayev, 5 Maksim Medvedev, 9 Reynaldo Silva, 14 Rəşad Sadıqov, 20 Richard Almeida, 25 Ansi Agolli, 41 Leroy George, 55 Bədəvi Hüseynov, 70 Çumbinyo və 99 Nikolas Gelaşvili. Çumbinyo. Muharrem və top qapının yanından keçir. Oyuna daxil olan kimi Muharrem qol vura bilərdi. İkinci hissədə meydana daxil olmuşdu. Yenə epizodun diqqət mərkəzində olan oyuncusu Çumbinyo oldu. Əla ötürmə verdi. Oyundan kənar vəziyyət də yox idi. Uzaq küncə topu göndərmək istədi Makedoniyalı futbolçu, ancaq zərbəsində azacıq dəqiqlik çatışmadı. Yenidən izləyirik. Hesabı artırmaq üçün növbəti imkan Qarabağ komandasından və Muharrem dəqiq oynaya bilmir. Artıq ikinci hissə başlayan kimi Qarabağ dərhal 2 real gol epizodu yaratdı Inter komandasının qapısı qarşısında. Qayda pozulub.
Qarabağ komandasında 70 nömrəli oyuncu Çumbinyo oynayır və 99 Nikolas Yalaşvilinin əvəzinə meydana ikinci hissədə Muharrem daxil oldu. 10 nömrəli futbolçu. Hələ ki, yeganə dəyişiklik heyətlərdə məhz budur. Bəli, top Inter komandasının futbolçusundan meydana tərk etdi. Bu Şpiçicdir və İbrahim Şehiç top oyuna daxil edəcək. Qarabağın Bosniyalı qapçısı. Inter oyuna başladı. Topu yan xəttdən oyuna daxil etdilər paytaxt futbolçuları. Salokvadze. Topaz Premier Liqasında 34-cü turun digər oyunları artıq başa çatır. Nəticələrə yenidən diqqət yetirək. Qəbələ Bakı 3-1 Qəbələ qalib gəldi və 4-cü yerdən 3-cü pilləyə yüksəldi. Nəyə görə? Çünki Neftçi komandası Azallı oyunda xal itirdi. Bu oyunda hesab açılmadı. Revan Simurğu 1-0 hesabı ilə məğlubiyyətə uğratdı. Xəzər Lənkəran isə Sumqayıta 4-1 hesabı ilə qalib gəldi. Bax, bu oyunlar artıq yekunlaşıb. Günün sonuncu qarşılaşması məhz hal-hazırda canlı izlədiyiniz oyundur. Çempionluq qarşılaşması adlandırmaq onu təbii ki, bu Qarabağa aiddir. Qarabağ qalib gələrsə 21 illik fasilədən sonra yenidən Azərbaycan çempionu olacaq. Qarabağın növbəti hücumu Leroy George. Leroy George cərimə meydançasına daxil olmağa çalışır. Əla hərəkətlər George'dan. George'un ötürməsi və müdafiəçilər topu meydandan çıxarmağa çalışırlar. Abdullaye. Qarabağ oyuna başlayır yan xəttdən. George fərdi mübarizələrdə çox yaxşı təsir başlayır. George Qarabağın növbəti hücumu. Qapıya doğru zərbə, top qapının üstündən keçdi. Çumbinyo. Oyunun ən yaxşılarındandır. Marinaldo da Silva. Təkrarı izləyirik. Qapçı da bir qədər irəlidə idi. Və Çumbinyo birbaşa qapıya doğru zərbə indirdi. İkinci hissəyə də yaxşı başlayıb Qarabağ. Bir ara hesab açdıqdan sonra müəyyən qədər üstünlük qazanmışdı Inter. Topa nəzarət baxımından daha çox bu özünü bürüzə verirdi. Qol epizodu baxımından isə yalnız iki epizodu fərqləndirmək olar. Brüs Abdullaye'nin zərbəsini, hansı ki top qapı tirinədəydi və daha bir epizodda Inter standart vəziyyəti düzgün yerinə yetirə bilmədi. Vaqif Cavadovun zərbəsindən sonra top qapının üstündən açdı. Almeida topu ələ keçirir. Muharrem. Çumbinyo. Reynaldo topa çata bilmədi. Cavadov. Abatsiyev. Konyano. Yenidən Abatsiyevlə oynadı. Mezakoli. Abdullaye. Mərkəz xətti keçir, Cinahla oynayır. Qapı qarşısına ötürmə. Burada Bədavi Hüseynov topu qarşılayır. Almeida. Alvaro topu ondan aldı. Mikel Alvaro. Yenidən Alvaro. Mezakoli'dən Abatsiyev ötürmə. Salukvadze. Pokonyano. Asif Məmmədov qapı qarşısına ötürür topu. Şehiç. Bosniyalı qapçı səhvsiz oynayır bu epizodda. Tələsmir top oyuna daxil etmək üçün. İrəlidə yalnız Reynaldo var. Inter'in 3 futbolçusunun əhatəsindədir. Abdullaye. Qarabağın azarkeşlərindən dəstək davam edir doğma komandalarına. Təbii ki, çox önəmli bir oyundur. Eyni zamanda da azarkeşlər üçün.
21 illik çempionluğun əsrətindədirlər Qarabağ azarkeşləri və bugün bu intizar bitə bilər artıq. Topaz Premyer Liqasının başa çatmasına 2 tur qalmış Ağdam təmsilçisinin çempion olması üçün mütləq bu oyunda qalib gəlməsi lazımdır. Hələ ki Reynaldonun 13-cü dəqiqədə vurduğu gözəl qolla Qarabağ 1-0 hesabı ilə öndədir. Cavadov topu geriyə ötürdü Abdullahi. Və burada hakim görüşü dayandırır. Çünki meydanda ikinci top var. Tabii ki top Inter'deydi, ona görə də top Inter'de qaldı bu epizodda. Və Abdullahi sol cinahlı oynadı. Abatsiyev. Alvaro. Salokvadze, Abatsiyev. Abdullahi. Bedav Hüseynov topu qarşılayır. Riskli hərəkətlər Qarabağ futbolçularından Maksim Medvedev. Soyuqqanlı davranır. Hələ pressingi davam edir Başana Çıxadadze'nin. Cavadov. Pressing öz bəhrəsini verdi. Çıxadadze orada top uğrunda mübarizə aparır. Ancaq müdafiəçilər topu əmin nöqtədən uzaqlaşdıra bildilər. Yenə top Inter'dədir. Rəşad Sadıqov yəqin ki topa daha tez çatacaq. Təcrübəli futbolçu. Və Sadıqov topu meydandan çıxarır Qarabağın kapitanı. Fikir verir sizə, Inter yenidən daha çox top saxlamağa başlayıb. Johan Boconiano. Almeida. Reynaldo. Almeida. Yine top Inter'de kaldı. Bedav Hüseynov, Şehiç. Ve topu tuttu Şehiç. Derhalde Maksim Medvedev'le oynadı. Chumbinho. Neden Brezilyalı futbolcu topladı? Chumbinho. Qarabağın beyni də adlandırmaq olar Chumbinho'nu. Əla ötürmələri, fərdi mübarizələrdə gözəl reydləri ilə artıq məşhurlaşıb bu futbolçu və Qarabağ azarkeşlərinin də sevimlərindən biridir. Səlayət Ağayev qüvvətli zərbə ilə topu irəliyə doğru vurdu. Bedav Hüseynov və Şehiç. Artıq mən deyərdim ki, inamlı oyunu ilə milli komandamıza yeni mərkəz müdafiəçisi yetişir. Təbii ki, bu Bedav Hüseynovdur. Qarabağda xüsusilə bu mövsüm inamlı oyunu ilə yadda qaldı. Və artıq əsas heyət oyuncusuna da çevrilib. Bugün Admir Teli əsas heyətdə yoxdur. Qarabağın təcrübəli futbolçularından biri Albaniyalı futbolçu ehtiyatdadır və vəzində Bedav Hüseynovla Rəşad Sadıqov mərkəzdə oynayırlar. Müdafiənin mərkəzində. Inter hücumdadır. Qayda pozulmayıb. Orxan Məmmədov bildirir ki, oyunu davam etdirmək olar. Yeri gəlmişkən Qarabağın indi əks hücumu. İkinci top vurula bilər. Muharrem qapı boşdur. Qapıya doğru zərbə və müdafiəçilər topu boş qapıdan çıxarırlar. İkinci top Inter'in qapısına vurulmağa çox yaxın idi. Muharrem qapıçını da keçdi, ancaq bir qədər artıq orada yubanma oldu və bu zaman Inter'in müdafiəçiləri artıq özlərini çatdırdılar qapıya doğru və Muharremin zərbəsi zamanı topu boş qapıdan çıxarırlar. Bəli, oyunu Orxan Məmmədov idarə edir. Gənc hakim, onun köməkçiləri Mehman Mahmudov və Vaqif Musayevdir. Dördüncü hakim Ramil Əhmədovdur bu qarşılaşmada
Elvin Əsgərov və Rauf Cabbarov əlavə köməkçi hakimlərdir. Qarşılaşmada AFFA nümayəndəsi funksiyasını Ramiz Mustafayev, hakim inspektor isə Asim Xudiyevdir. Inter'də ilk dəyişiklik olacaq. Çox maraqlıdır ki, Vaqif Cavadovu meydandan çıxarır hal-hazırda Kakabert Skadadze və 30 nömrəli futbolçu Abbas Hüseynovu, gənc futbolçunu meydana daxil edir. Çox maraqlı bir əvəz etmədir. Təcrübəli bir futbolçunu gənc bir oyuncu ilə əvəzlədi Kakabert Skadadze. Bəli, artıq xüsusilə bugünkü nəticələrdən sonra tam bəlli oldu ki, Inter'də ikinci pillədə çatan olmayacaq. Ancaq üçüncü pillə uğrunda hələ mübarizə sona qədər gedəcək. Çünki Neftçinin bugün xal itirməsi Qəbələni üçüncü pilləyə yüksəltdi. Son iki turda bu iki komanda arasında məhz üçüncü yer uğrunda, bürünc medalları qazanmaq uğrunda gərgin mübarizə olacaq Neftçi və Qəbələ arasında. Abbas Hüseynov meydana yenicə daxil olub. Mezakoli, Abdullayev, Abatsiyev, Mezakoli, Salukvadze topladı. Abbas Hüseynov irəliləmək istəyirdi. Ancaq təbii ki, onun qarşısında təcrübəli Rəşad Sadıqov var idi. Və bu vəziyyətdə demək olar ki, Abbas Hüseynovun topu qazanma ehtimalı sıfıra bərabər idi. Belə də oldu. Hələ Qarabağın ikinci hissədə çox sayılı gol epizodları var artıq ikinci topu vurmaq üçün. Ancaq hələ ki bu imkanlardan istifadə olunmayıb. Təbii ki 1-0 sürüşkən bir hesabdır. Ona görə də Ağdam futbolçuları rahat oynamaq üçün ən azı ikinci topu vurmaq istəyirlər bu qarşılaşmada və 2-3 epizodda buna çox yaxın oldular. Xüsusilə Muharrəmin epizodunu, 2 epizodunu qeyd etməliyəm. Bu oyunçunun ikinci hissədə meydana daxil olması təbii ki Qarabağın hücum xəttinə əlavə güc qatdı. Hiss olunur ki, indi meydanda Gelaşvili yox, məhz Muharrəm oynayır. Bu arada Leroy George topladı. George topu ötürmək istəyirdi. Müdafiəçilərə imkan vermədi. Bədəvi Hüseynov. Hakim bildirir ki, top meydandan çıxmışdı. Həmin epizodda Inter topu yan xəttdən oyuna daxil etdi. Asif Məmmədov. Asif Məmmədov topu çox gözəl ötürdü. İndi Inter hesabı bərabərləşdirə bilərdi. Son anda xeyr, bu Ansi Agolli'dir. Bəli, çox təhlükəli bir epizod. Ansi Agolli Asif Məmmədovun fərqlənməsinə imkan vermir. Zərbə vurmasına imkan vermir. Təcrübəli futbolçudan lazım olan məqamda lazım olan hərəkət izlədik. Inter kücdən zərbəni yerinə yetirdi. Qapıya doğru uzaqdan zərbə olacaq və top Leroy George'a dəydi. Çumbinho. Çumbinho'nun ötürməsi. Top meydandadır. Muharrem. Makedoniyalı futbolçu ekranlarınızdadır. 2 real gol epizodu. Məhz onun ifasında yaradıldı, ancaq istifadə olunmadı. Almeida.
Qaraqarayev. Maksim Medvedev. Əla ötürmə. Reynaldo və Səlahiyyət Ağayev. Sürəti hesabına müdafiəçilər arxada qoydu Reynaldo. Ancaq yenə Ağayev yaxşı oynayır. Çox gözəl ötürmə vermişdi Maksim Medvedev Reynaldoya. Interin əks hücumu. Abbas Hüseynov. Əla ötürdü topu, ancaq oyundan kənar vəziyyət var. Birdən-birə Interin 2 futbolçusu ofsaytda qaldı. Bəli, Reynaldonun fərqlənmək üçün daha bir imkanı. Səlahiyyət Ağayev qapısını yenə toxunma saxladı. Növbə təhlükəli epizod Reynaldo və Ağayev yenə mükəmməl oynayır. Yenə Ağayev qola imkan vermədi. Artıq bu Qarabağın səhv etmirəmsə 5-ci qol epizodudur ikinci hissədə. 100%lik qol imkanı yenə istifadə olunmur və səbəb Ağayevin mükəmməl oyunudur. Sarı vərəqə göstərildi. Biz epizodun təkrarını izləyirik. Yenə Reynaldo, daha sonra Çumbinho fərqləyə bilmədilər. Bəli, bu qol epizodlarından istifadə olunmur. Daha bir təhlükəli hücum. Reynaldo. Müdafiəçilər ötürmənin qarşısını aldılar. Yenə Qarabağ hücumdadır. Reynaldo təbii ki bu ötürmə çox pis alındı. Hələ ki məhz Topaz Premyer Liqasının bombardirinin vurduğu yeganə qol. Qarabağı üstün saxlayır hesabda. 13-cü dəqiqədə fərqlənib. Reynaldo Interin oyuncularının səhvindən sonra topu birbaşa saxlamadan qapıya göndərdi və gözəl qol vurdu. Və sarı vərəqə alan futbolçu Richard Almeida'dır. Yəni Interin əks hücumu zamanı qaydanı pozmuşdu. Hakim də onun bu hərəkətini sarı vərəqə ilə dəyərləndirdi. Abatsiyev. Bu oyun mənə Qarabağın Avroliqadakı Kefli ilə qarşılaşmasını xatırladır. Yadınızdadırsa, həmin qarşılaşmada da Qarabağ çox saylı qol imkanlarından istifadə etməmişdi və sonda yeganə qolu məhz son dəqiqələrdə Reynaldo vurmuşdu. Bu da vəziyyət bir qədər fərqlidir. Düzdür, Qarabağ 1-0 hesabı ilə öndədir, ancaq daha rahat mübarizə aparmaq üçün Qarabağa daha bir qol lazımdır. Çünki Inter istənilən anda hesabı dəyişə biləcək bir komandadır. Çıxadadze riskə getdi. Bruce Abdullayev meydandan çıxartdı. Müdafiəçinin əvəzində hücuma meyilli Aleksandr İyaşvilni meydana daxil edir. Təcrübəli futbolçunu. Bu dəqiqə Interə meydanda belə təcrübəli bir futbolçuya əslində ehtiyac var. Düzdür, İyaşvilinin yaşı, fiziki imkanları əslində elə səviyyədədir ki, o elə tam 90 dəqiqəni yox, ən azı bir hissəni yüksək səviyyədə keçirə bilər. Ancaq çox təcrübəli bir futbolçudur və təbii ki, bu Qarabağın müdafiə xətti üçün bir təhlükədir. Belə bir futbolçunun hal-hazırda meydana daxil olması. Qısa ötürmələrlə Qarabağ növbəti hücumu təşkil edir.
Medvedev. Leroy George top meydandan çıxdı. Qayda pozulmayıb. Reynaldo. Gol! Mükemmel bir gol. Möhtəşəm bir gol. Topaz Premier Ligasının bombardiri yenə meydandadır, yenə öz sözünü deyir. Bu artıq çempionluq goludur. Və azarkeşləri indi izləyə bilsək təbii ki ekranlarınızdadır. Bu artıq yəqin ki çempionluq fişəkləridir. Qarabağ azarkeşləri ekranlarınıza gəlir. Təbii ki Reynaldo'nun golunu dəfələrlə izləməyə dəyər. Fikir verin. İkisində elə gözəl keçdi ki bu oyuncuları və topu sakitcə qapıya göndərir Braziliyalı futbolçu. Gəlin bir daha izləyək. George'un gözəl ötürməsi. Reynaldo topu ələ keçirir. Salukvadze və Bakunyano var orada. Əla hərəkətlərlə bu futbolçular aldatdı və topu qapıya göndərdi. 2-0. 79-cu dəqiqə. Üzr istəyirəm, 70-ci dəqiqə və Qarabağ çempionluğa bir addımda yaxınlaşdı. Bəli, bu gol çox lazım idi Qarabağa. Qeyd etmişdim. Artıq daha bundan sonra bir qədər həyəcansız mübarizə aparmaq üçün. Qarabağ çempion. Səslər eşidilir azarkeşlərdən. Yaşvili. Bəli, təbii ki petardaların alışmasından sonra bir qədər tüstü bastı stadionu və bu ümumi görüntüyə istər-istəməz təsir edir, ancaq bu təbii ki azarkeşləri heç maraqlandırmır. Onların əsas diqqəti bu dəqiqə çempionluqda da, çempionluğun bayram edilməsində də. Düz 21 il Qarabağ bu çempionluğu gözləyib. Xüsusilə komanda son illər, son 5 ildə komandanın inkişafı göz önündədir. Təbii ki Qarabağın Azərbaycan çempionatlarında çox çətin vaxtları olub. Komanda, bilirsiniz ki Azərbaycanda qaçqın komanda kimi tanınır və doğma meydanında çıxış etmir. Ağdam işğal altında olduğundan və Bakıda məskunlaşıb. Çox çətin vaxtları olub Qarabağın, ancaq bununla belə bu çətinliklərə dözüb komanda. Və indiyə qədər bütün Azərbaycan çempionatlarında Neftçi və Turanla bərabər, təbii ki Turan bu il artıq mövsüm Premier Ligada yoxdur. Bu bir ilk oldu və Turan bu mövsüm Premier Ligada iştirak etmədi. Ancaq bundan öncə Qarabağ Neftçi və Turanla birlikdə bütün Azərbaycan çempionatlarında iştirak edən 3 komandadan biri idi. Və hal-hazırda da Neftçi ilə bu ünvanı özündə saxlayır. Təbii ki komandanın rəhbərliyinə Abdülbari Gözəlin gəlişindən sonra İstər-istəməz bir sıra islahatlar aparıldı və Qarabağ yenidən Azərbaycanın lider iddialı komandalarından birinə çevrildi və komandanın düzdür öz doğma meydanında oynamamasına baxmayaraq klubun inkişafı üçün xeyli işlər görülüb son illərdə. Bilirsiniz ki hal-hazırda Suraxanıda komanda üçün baza inşa olunur. Orada stadionun da tamamilə yenidən qurulması işləri gedir. Və bir sözlə klub rəhbərliyi komandanın uğur qazanması üçün bütün lazım olan işləri görür. Komandanın vitse-prezidenti dünən bu oyundan bir gün öncə də klubun düşərgəsini ziyarət etmişdi. Komanda ilə birlikdə olduğunu, rəhbərliyin komandanın yanında olduğunu, əlavə ruh yüksəkliyi vermək üçün komandanın düşərgəsinə gəldiyini bildirmişdi və yəqin ki artıq elə bu sürpriz gəlişin də müəyyən qədər futbolçulara
böyük təsiri olub. Komandanın bugünkü mübarizəsindən bunu anlamaq çətin deyil. Düzdür, futbolda sona qədər mübarizə aparmaq lazımdır. Hər şey 90 dəqiqənin tamamında həll olunur. Ancaq mənə elə gəlir ki, artıq Qarabağı çempionluq münasibəti ilə təbrik etmək olar. Hər nə qədər bir qədər tez davransaq da bunu deməliyəm. Qarabağ 2-0 hesabı ilə öndədir və hətta qarşıdakı dəqiqələrdə, yəni əgər Reynaldo kimi, Çumbinho kimi, Leroy George kimi futbolçular varsa, yenə biz qolları izləyə bilərik. Eyni zamanda Interin də ifasında bu ola bilər və hal-hazırda hesab arasındakı fərq azaldı. Bəli, Inter hesab arasındakı fərqi azaldır. Baçana Çıxadadze. Bu o deməkdir ki, hələ qarşıda yenə gərgin dəqiqələr olacaq. Bəlkə də çempionluq təbriklərini demək bir qədər tezdir. Onsuz da qeyd etmişdim, hələ oyuna kifayət qədər vaxt var. 74-cü dəqiqədir və Çıxadadze'nin birbaşa qapıya doğru zərbəsi heç nə edə bilər. Çumbinho. Ötürməsi alınmır. Abbas Hüseynov. Abbas Hüseynov irəliyir. Abbas Hüseynov topu irəliyə doğru göndərdi ancaq. Mənə gəlir ki, bu gənc futbolçu ilk oyunu üçün heç də pis təsir bağışlamır. Vaqif Cavadovun əvəzinə meydana daxil olmuşdu. Abbas Hüseynov 1995-ci il təvəllüdlü futbolçudur. 19 yaşı var Abbas Hüseynovun. Maksim Medvedev topu meydandan çıxartdı. Inter yan xəttdən oyuna başlayır. Mezakoli oynayır. Meydanı tərk etmiş Abdullayev əvəzinə mərkəz müdafiəçisi kimi. Inter hal-hazırda hətta 3 müdafiəçi ilə oynayır. Yəni komanda hücuma bir qədər diqqətini artırıb. Bəlkə də kim bilir, o Abdullayev'in meydandan çıxması bir qədər Interin müdafiəsini zəiflətdi və Qarabağda bundan istifadə etdi. Təhlükəli bir ötürmə Şehiç. Abbas Hüseynov topa toxuna bilmədi. Bir qədər bəlkə də daha cəld davransaydı. Burada təhlükəli vəziyyət yarana bilərdi. Şehiç. Tələsmir Şehiç. Leroy George. Fikir verirsinizsə Qarabağ ikinci qolu vurandan sonra yenə bir qədər dayandı komanda. Sanki əvvəlki o təzyiq olmadı və Inter indi yenə topa daha çox nəzarət edir və xüsusilə təbii ki, komandanın bir qol vurması istər-istəməz əlavə ruh yüksəkliyi verib komandaya. Ən azı bu oyunu heç-heçə bitirərək intriqanı yenə də saxlamaq istəyir Topaz Premyer Liqasında. Qarabağın əks hücumu. Çumbinho. Topu özündə saxladı hələ ki. Və qayda pozuldu Çumbinho'ya qarşı. Mikel Alvaro. Ötürmə vermək üçün komanda yoldaşlarına baxarkən qaydanı pozdu Alvaro. Çumbinho'ya qarşı Agoli, Muharrem, Almeida, Rəşad Sadıxov, diagonal ötürmə, George, Leroy George, Almeida'nın zərbəsi top qapının üstündən keçir. Richard Almeida ekranlarınızdadır.
Bir qədər bəlkə tələsdi zərbə vurmaq üçün. Yəni əslində o epizodu davam etdirib başqa cürdə istifadə etmək olardı bu epizoddan. Salukvadze, Abbas Hüseynov, İyaşvili. İyaşviliyə fikir verin siz ötürməyə. Dəqiq bir ötürmə. Baçana Çıxadadze'nin zərbəsi və top qapının yanından keçir. Bəli, indi orta xətti gücləndirir Qurban Qurbanov. Əslində Çunqunyo da burada mübarizə aparan futbolcu, ancaq təbii ki, hücumlara daha meyillidir. İndi Namiq Yusifovu meydana daxil etməklə bir qədər rəqib hücumlarının qarşısının alınması baxımından bu əvəz etməni qiymətləndirmək olar. Yəni Namiq Yusifov əslində dayaq yarımdəfəsi rəqib hücumlarının qarşısının alınmasında önəmli olan bir oyuncudur. Dağıdıcı funksiyaya malik oyuncudur və orada oyundan kənar vəziyyət qeydə alınıb. Yan xətt hakiminin işarəsi gəldi. Sərbəst zərbə təyin edib hakim. Qarabağ sərbəst zərbəni yerinə yetirəcək. Kaxaber Çıxadadze ekranlara gəldi. Inter'in Gürcistanlı çalıştırıcısı. Şehiç zərbəni yerinə yetirir. Bir qədər yaxşı yerinə yetirmədi. Top meydandan çıxır. Yaşvili. Abatsiyevdən geriyə ötürmə. Mezakoli. Top itirdi Inter futbolçuları. George cinahla irəliyir. Təbii ki, komanda yoldaşlarının gəlməsini gözləyəcək. Medvedev. Mezakolini keçə bilmədi. Salukvadze. Abbas Hüseynov. Inter hücumdadır. Yaşvili boşdu. Top ötürülür. Ancaq Yaşviliyə yox, artıq daha geriyə Çıxadadze istiqamətinə gəldi top. Çıxadadze'nin ötürməsi. Bədavi Hüseynov. Agoli. Almeida, Mezakoli topladı, ancaq orada əllə oyuna işarə edir hakim. Mezakolinin əllə oynadığını bildirir və cərimə zərbəsi təyin olunur. Inter'də növbəti dəyişiklik olacaq. Samir Zərgərov meydana daxil olur Asif Məmmədovun əvəzinə. ...82-ci dəqiqədir. Qarabağ Interlə görüşdə 2-1 hesabı ilə öndədir. Qalib gəlsə Qarabağ çempion olacaq. Çempionluğunu rəsmiləşdirir. Topaz Premier Liqasının sonuna 2 tur qalmış. Şpiçiç. Derlis Mezakoli. Salukvadze. Abbas Hüseynov. Agolli qaydanı pozmuşdu. Salukvadze. Çox maraqlıdır ki, adətən Qarabağ rəqib komandalarla oyunlarda topa daha çox nəzarət edir. İndi bir qədər vəziyyət fərqlidir. Sanki Inter topla daha çox davranır, ancaq Qarabağ əks hücumlarda oynayır. Reynaldo, Almeida, Qaraqarayev, Maksim Medvedev geriyə ötürür topu. Şehiç, Rəşad Sadıxov Agolli ilə oynadı. Muharrem top özündə saxlayır. Namiq Yusifov.
Və Qarabağın futbolçusu zədələnib indi. Hakim həkimləri meydana dəvət edir. Muharremdir bu futbolçu. Ona tibbi yardım göstəriləcək. Bəli, Muharrem. Bir qədər əvvəlki epizodda da izlədik, həmin epizodda zədələnmişdi. Ancaq zədəsi ciddi deyil və meydana daxil olacaq bir qədər sonra. Qarabağın növbəti hücumu. Leroy George irəliləyir. George ötürülməsi və gol! Üçüncü top vurulur. Hat-trick oldu bu görüşdə Reynaldo Silva. Və artıq demək olar ki, hər şeyin həll olunduğunu demək olar. George'un payı çox böyükdür bu vurulan golda. Leroy George birdən-birə təxminən 30-40 metr irəlilədi topla və Reynaldo'ya gözəl ötürmə verdi. Reynaldo indi ehtiyatlı olan oyuncuların yanına gəlir. Ademir Teli təbrik edir futbolçunu, digər oyuncular. Reynaldo Silva izləyirik golun təkrarını. Lazım olan yerdə peyda oldu, fikir verin. Və bir toxunuşla topu qapıya göndərir. Bax, əsl ustalıq budur. Ancaq təbii ki, golun vurulmasında əsas pay sahibi Leroy George'dur. Qarabağ çempionluq oyununda Interə 3-1 hesabı ilə qalib gəlir. Görüşün 85-ci dəqiqəsində Reynaldo 3-cü qolunu vurdu. 13, 70 və 85. Növbəti qol vurula bilər. Muharrem və gol! 4-1! Mükəmməl bir oyun! Muharrem! 86-cı dəqiqə. Qarabağ möhtəşəm oyunla çempionluğa doğru adımlayır. Artıq Qarabağ çempiondur. Tam əminliklə söyləmək olar. Və Kakhaber Tskadadze. Biraz sanki ümidləri artmışdı. Öz oğlu fərqləndikdən sonra. Ancaq Reynaldo və son olaraq Muharrem bu ümidləri tam puç etdi və Muharremin də zərbəsi çox gözəl alınır bu epizodda. Və Muharremin gol sevinci. Yenə petardalar alışdırıldı. Təbii ki, indi ən çox sevinən istər-istəməz futbolçulardan da daha çox azarkeşlərdir. 21 il bu çempionluğu gözləyən. Son illərdə bilirsiniz ki, Qarabağ çempionatda düzdür, çempion ola bilməsə də Avroligada əla oyunlar keçirib. Demək olar ki, ölkəmizi Avropada ən layiqli təmsil edən komandalarımızdan biridir. İnanıraq ki, artıq ən azı Neftçinin uğurunu təkrarlayacaq. Neftçi bilirsiniz ki, Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı və Qarabağ Çempionlar Liqasında oynayacaq. Əlbəttə ki, əsas istəyimiz artıq hər hansı bir komandamızın Çempionlar Liqasının qrupunda oynamasıdır. Qarabağ bunu edə biləcəkmi? Təbii ki, əsas istəyimiz Qarabağın Çempionlar Liqasının qrupuna düşməsi ilə bağlıdır. Ancaq bu olmasa belə ən azı Avroliqanın qrupunda komanda oynamağa layiqdir. Çünki ardıcıl 2-3 dəfə Qarabağ məhz Avroliqanın qrupuna düşməyə çox yaxın olub bildiyiniz kimi, ancaq həmişə
en son mərhələdə, yəni play-off mərhələsində komandamıza güclü rəqiblər qismət olub və bu güclü rəqiblərlə oyunlarda Qarabağ Avroliqanın qrup mərhələsində vəsiqə qazana bilməyib. Çempionluq oyununda Vüqar Nadirovun da oynamasını istəyir Qurban Qurbanov və hal-hazırda oyunun qəhrəmanlarından biri Leroy George'u meydandan çıxarır. Qurban Qurbanov və Vüqar Nadirov. Qarabağın uzun illər heyətində oynayan və əslən Ağdamdan olan Vüqar Nadirov, komandanı təmsil edən bölgədən olan Vüqar Nadirov çempionluq oyununda oynayacaq. Son dəqiqələrdə olsa belə. Namiq Yusifov bitirdi Qarabağ futbolçuları. Abatsiyev, Yaşvili, bu taktikası özünü doğrultdu. Yəni üstünlüyü Inter'e verdi və əks hücumlarda xüsusilə də Bruce Abdullaye'nin meydana tərk etməsindən sonra Inter'in müdafiəsi bir qədər də boşalmışdı. Inter'in müdafiəsi bir qədər də zəifləmişdi və bundan əla istifadə etdi. Reynaldo 4-cü qola doğru gedirmi? Xeyr, hakim görüşü saxlayır. Orada oyundan kənar vəziyyət oldu. Bəli, Qarabağa çempionluqdan bəlkə də artıq 3 dəqiqə ayırır. 2 dəqiqə əlavə olundu gördüyünüz kimi. Bu arada Inter'in təhlükəli hücumu Şehic zədələndi və burada indi sarı vərəqə göstəriləcək. Sarı vərəqə Şehic ilə mübarizədə Inter komandasının futbolçusuna göstərildi. Abbas Hüseynovdur fikrimizə bu. Bəli. Abbas Hüseynov gənc futbolçu, bir qədər təcrübəsizliyi belə oynamasına səbəb oldu. Bəli, indi imkan olsa Qarabağın ehtiyat oyuncular skamyasını da izləyərdik. Çünki orada inanın ki artıq çempionluq bayram edilir. Inter topladı. Bəli, bir tərəfdə məyusluq, Qarabağın ehtiyatda olan oyuncuları isə artıq qələbə rəqsi edirlər. Yəqin ki, bir qədər sonra artıq onların da bu hərəkətlərini izləmə imkanımız olacaq. Şehic. Əlavə olunmuş. İkinci dəqiqədə yekunlaşmaq üzrədir. Bütün azarkeşlər ayaq üstədir. Artıq stadionda hamı hakimin final fitini səsləndirməsini gözləyir. Qarabağ 21 illik fasilədən sonra Azərbaycan çempionudur. İndiyə qədər bir çempionluğu var komandanın. 92-93-cü illər mövsümündə. Və bu da final fiti. Qarabağ çempiondur. Qarabağ Topaz Premier Liqasının qalibidir. 2014-2015-ci illər mövsümümüzü istəyirəm. Qarabağ Topaz Premier Liqasının qalibidir. Təbrik edirik Qarabağın futbolçularını, məşqçilərini, texniki heyəti, bütün Qarabağ sevərləri və komandanın ilk növbədə azarkeşlərini, eləcə də komandanın rəhbərliyini. Qarabağ Topaz Premier Liqasının qalibidir. Bugün mükəmməl oyunu ilə bu çempionluğa bir daha layiq olduğunu göstərdi Ağdam futbolçuları.
Bəli, artıq futbolçular azarkeşlərin yanına qaçdı. Təbii ki, bu uğuru onlarla ilk növbədə paylaşır Qarabağ komandasının futbolçuları. Və bugün təbii ki, çempion olan heyətdən İbrahim Şeyç, Qara Qarayev, Maksim Medvedev, Reynaldo, Rəşad Sadıqov, Richard Almeida, Hansi Agolli, Lelo George, Bedavi Hüseynov, Marinaldo Silva, Çumbinho, Gelaşvili, Fərhad Vəliyev, Hacı Əhmədov, Namiq Yusifov, Muharrem, Vüqar Nadirov, İlqar Qurbanov, Admir Teli və adını çəkmədiyimiz digər oyuncular. Komandanın baş məşqçisi Qurban Qurbanov uzun illər idi ki, gözləyirdi bunu. Köməkçiləri Müşfiq Hüseynov, Elçin Rəhmanov, Zaur Tahızadə, həkimlər, texniki heyət, komandanın rəhbərliyi təbii ki, klub prezidenti Abdülbari Gözəl, vitse-prezident Tahir Gözəl və bir sözlə bütün Qarabağ sevərləri təbrik edirik. Qarabağ Azərbaycan çempionatının qalibidir. Hörmətli tamaşaçılar, artıq Tofiq Bəhramov Respublika stadionundan canlı yayımımızı yekunlaşdırırıq. Qurban Qurbanov qələbənin əsas memarlarından biri. Son illər Azərbaycan futbolunun yetişdirdiyi ən gənc və perspektivli, artıq gənc demək olmaz, müəyyən təcrübə toplamış, ən yaxşı Azərbaycan futbolunu yetişdirdiyi məşqçilərdən biridir və Azərbaycan çempionatında məşqçi kimi ilk dəfə olaraq çempion olur Qurban Qurbanov. Hörmətli tamaşaçılar, yayımımızı yekunlaşdırırıq. Yayımın rejissoru Vali Əhmədov idi. Qarabağ Inter qarşılaşmasını Rəşad Rafiqoğlu şərh etdi. Sağ olun, salamat qalın.